Bir də gözəllik salonlara aid indi danışacağım. Bax gördüyünüz kimi düzün. Biraz zirzibil də var. Fikir verməyin. Həm gözəllik salonlarına bax bu belə şeylər gedir. Bax bu da hal-hazırda gözəl bu yox. Bu şey gedir. Gəlinlik satılan yerə bunun altına təkərlər qoyulur. İndi təkər hara qoydum bilmirəm. Bunun altına təkərlər qoyulur. İşləmək qaydasını görürsüz. Yəni biz şpaklovka çəkmirik. Ümumiyyətlə şpaklovka olmur çünki şpaklovka tökülə bilər. Buradan gəlinlik paltarları falan asılır. İndi hal-hazırda mənim kurtkam asılıb. Ona fikir verməyin. Belə, yəni kimsə mağazinə, yəni tək dekor stolu falan yığmır da. Mağazinə olan aksesuarlar da yığa bilirik. Nə bilim, gözəllik salonlarında olan aksesuarları yığa bilirik. Birdən kiməsə baxar bu videoma, o birislər kəşfiyyata düşməz. Dediyim kimi, hər rəngdə stolun üstü var. Rəngləri görürsünüz də. Hələ burada da var. Bir də şüşələrimiz var. Şüşələr də hər qalınlıqda var. İndi burada bilmirəm, qalınlıq qoy biraz belə eləyim. Hər ölçüdə də var. Bu da belə.